olub hakim? Dərman niyə içirsən? Nəsə olub? Halında bir tərdir, rəngi ruhun da qaçıb. Əgər özü pis seyirsənsə, gedək həkimə. Sən yaxşı adamsan, İstəmərəm sənə bir şey olsun. Narahat olma. Her şey yaxşıdır. Təzyiq dərmanı. Profilaktik. Görəm axı yaxşı deyilsən. Düzün de mənə nəsə olub? Sevil, narahat olma. Her şey yaxşıdır. Her şey öz qaydasındadır. Sən cavanlıqda belə deyildin, İndi belə gücdən, qüvvətdən düşmüsən. Belə hər şey üçün əsəbləşirsən, narahat olursan. Görürəm mən də pis oluram. Sevil, inan ki sen gelmeyene kadar her şey yaxşıydı. Bak sen bu sözlerinden sonra doğrudan dilxor olmağa başlayıram. Nə olursa sənə yaxşı olur. Hələ azdır. Hələ azdır. Ana, hara gelirsən? Oğlum, mən biraz işlərim var, tez gedib gələcəm. Sən narahat olma, yaxşı? Ana, işin uzunsa mən də səninlə gələm. Kömək edirəm də sənə. Həm də gecə-gecə evə tək qayıtma da. Yox, uzun deyil. Narahat olma, tez gələcəm. Soyuducuda sən istədiyin şirniyyatdan var. Çayı da dəmləmişəm. İçərsən, yaxşı? Təzədir. Telefonum da açıqdır. Nə vaxt lazım olsa zəng elə, yaxşı? Yaxşı, ana, narahat olma. Mən baxarım. Yaxşı. Hoş gördük oğlum. Necəsən? Yaxşı. Keçkin dedim bir dərin dayanırsan. Yaxşı eləmirsən. Gəl, oğlum içəri. Sən üçün çox darıxmışdım. Mən də sana üçün darıxmışdım. Salam Nigar, axşamın xeyir. Axşamın xeyir. Ha, elə yol üstü buradan keçirdim. Dedim, gəlim görüm necəsiz. Bəlkə nəyəsə ehtiyacınız olar, nəsə istəyirsiniz. Yola sən gelir. Mən bir dənə danışım gəlirəm. Yaxşı, ged oğlum. Harası gedirsən ki, axşam vaxtı? Harasa gedirəm. Yəni bilmək olar, axşam vaxtı hara gedirsən? Sənə nə? Sənə nə? Sənə nə mənim harasa getməyimdən? Səni niyə narahat eləməlidir ki bu? Nigar, mənə düzgün başa düşmədin. Yəni, sadəcə sənə görə, Murada görə narahat oldum, soruşdum. Nə var ki burada? Niyə narahat olursan ki? Nigar, axşamdır, tək çölə çıxırsan, harasa gedirsən. Muradı evdə tək qoyub gedirsən, ona görə. Anar, mən sən gedəndən illərdir ki çölə tək çıxıram. Axşam da səhərdir. Heç nədən qorxmuram, narahat olma. Murad da öyrəşib, Murad da qorxmur. Bizim üçün təzə hal deyil, yəni narahat olma. Nigar, bax, səndən xahiş edirəm. Eləmə də belə. Narahat oldum, soruşdum. Mən mümkün qədər çalışıram ki, mehribanlıq olsun. Mümkün qədər çalışıram ki, xətrinə dəyməyim, incitməyim səni. Adi bir sözdən əsəbləşib özündən çıxırsan, davadalaş salırsan. Murad da buna görə narahat olur axı. Anar, doğrudan sənin tək dərdin budur? Yəni sən Muradı fikirləşirsən ki, Murad inciyər, birdən pis olar. Yəni sən məni fikirləşirsən ki, mən birdən bayırda olaram, axşam vaxtı başıma bir iş gələr. Yəni bunlar səni narahat eləyir? İncimə, mənim heç inanmağım gəlmir. Heç.
İncimirsən də yəqin məndən. Nigar, Nəysə mən getməliyəm. Hələlik. Anam getdi. hə, getdi. Ana sən bir söz demədin Murad. Nə var idi? Hara getdiyini demədi sənə, bilirsən sən? Yox, demədi. Murad, bəs sən soruşmadın ki, ayın axşam vaxtı hara gedirsən? Ha oğlum? Heç olmasa deyərdin ki, bəlkə mən də səndən gedim. Soruşmağını soruşdum. Sadəcə dedi ki, işim var, tez gələcəm. Ondan sonra da sən gəldin. Mən də boş-boşuna narahat oldum. Ana uşaq deyil ki. Böyük qadındır. Bunlar mənim həll eləməli olduğum məsələlərdir. Həll eləyənə qədər də həyatımla bağlı vacib qərar verə bilmərəm. Zamana ehtiyacım var. O zaman gələnə qədər xahiş edirəm səndən. Qoy bu üzük səndə qalsın. Çox xahiş edirəm. Bax. Sən elə bilirsən ki, mənim övladım yoxdur deyə mən səni başa düşmürəm. Amma bir şey bilməyini istəyirəm ki, sənin üçün bu həyatda nə dəyərlidirsə, mənim üçün nə dəyərlidir. Muradın sənin üçün nə qədər önəmli biri olduğunu mən gözəl bilirəm. Həyatın hansı yeri tutduğunu gözəl bilirəm. Neysə. Nigar. Sənin qərarının nə olmasından asılı olmayaraq, mən istəyirəm ki, bu üzük səndə qalsın. Çünki mən bu üzüyü sənin adına almışam. Nigar, o sənindir. Neysə. Bağışla ki, səni narahat elədim bu vaxt. Mən gedim. Fidan, sənin burada nə işin var? Nəyə gəlmişsən? Bəzi sənədlər var. Gətirdim ki, onları imzalayasan. Fidan, bu sənədləri oradan da göndərə bilərdin. Mən də burada qol çəkərdim. Qalan məsələləri də vəkillərimiz həll edəcəkdi orada. Nəyə durub gəlirsən bura? Dəqiq elə fikirləşirsən, Turan. Fidan, məni özələrdən çıxartma. Nə sözüm var de. Bir dəfəlik başa düş ki, bizim münasibətimiz bitib. Niyə bunu qəbul edə bilmirsən? Bu axı elə belə imza deyil. Başa düşürsən, bu bizim axırıncı imzamızdır. İstədim ona bir yerdə qol ataq. Ən azından pis yaxşı günlərimiz olub. Amma fikirləşirəm ki, yaxşı günlərimiz daha çox olub. Elə sırf o yaxşı günlərin xətrinə durdum, gəldim. Dəyməz. Bir yerdə qol çəkməyə dəyməz, Turan. Fidan, çox boş-boş danışırsan. Uzatma. Nə sənət desə, ver qol çəkim, çıx get buradan. Səbirli ol da, sözümün canı var. Fidan, de sözünü, çıx get.
Hakimlə bu qadının münasibətlərindən çoxdan xəbərim var idi. O qadın yaşca ondan kiçikdir. Onlar elə bilirlər ki, mən heç nə bilmirəm. Sevil xanım. O qadın hakimin ofisdə katibəsidir. Yanında işe götürüp ki gözünün qabağında olsun. Ha kızım. Bunu sana ona göre dedim ki kulağıma çatsa pis olmayasın. Hakim kişidir. Gerek böyle şeylere kadın göz yumsun. Ailesinin, uşaqlarının xatirinə. Necə adam deyə? Anam burada aldadır, orada katibəsi ilə görüşür. Heç başa düşə bilmirəm bu hakimi. Axşamın xeyir. Axşamın xeyir. Nə olub? Niyə elə baxırsan mənə? Sən xəbərin var ki, bu adam ikimizlə də oynayır. Kim? Kim oynayır? Söhbət o sevimli Hakim bəydən gedir. Nədən danışırsan? Başa düşə bilmirəm. Demək istəyirəm ki, o Hakim bəy var ha. O Hakim bəy çox pis adamdır. Heç yaxşı adam deyil. Yenə hara getdi bu? Nə oyun çıxartmaq istəyir? Fidan nədir? Başın xarab olub sənin, klinikada yapmış, yığışdır onu buradan. İstədim boşanmağımızı qeyd eləyək də, burada nə var ki? Fidan sənin doğrudan da başın xarab olub. Nə sənət gətirmişsən, ver imzalayım, bitsin, qutarsın bu iş. Hər şeyə bir muz qoşursan da. Çox deyirdin, boşan, boşan. Hadi boşanırıq da qeyd eləyək bunu. Nə var ki, dadını çıxart. Fidan, mən nə vaxt ki səndən tam boşanacağım, səninlə bütün əlaqələrimiz kəsiləcək. Bax, onda mən rahat nəfəs alanda, hə, onda dadın çıx. Nə inirsən, sənə deyirəm, yığışdır. Tural, nə yaşadıqsa yaşadıq. Bu bizim ikimizə aiddir. İkimizin də olacaq. Çünki biz səndən çox xoşbəxt idik. Çox. Nə xoşbəxtlik. İstəyirsən, təzdən xatırladım sən olanları, hə? Tural, bilirəm. Bundan sonra həyatımızda başqaları olacaq. Amma yəni heç kim bizim kimi olmayacaq. Çünki bizim sevgimiz elə-belə sevgi deyil idi. Sevgi? Sən heç vaxt məni sevməmsən. Heç vaxt. Səndən mənə qalan yeganə şey o da xəyanətin idi. Fidan, bütün bu çıxartdığın oyunların axırı nədir? Hı? Nə oyun qurmusan sən? Nə eləmək istəyirsən?
Fidan xanım, yadınızda saxlayın. İstənilən münasibəti məhv edən ən əsas səbəb xəyanətdir. Yəni Yenisi budur ki, Tural Nigar'a xəyanət eləməlidir. Və təbii ki, Nigar bu xəyanətdən xəbər tutmalıdır. Yəni Fidan xanım, Tural Nigar'a sizlə xəyanət eləməlidir. Sən nənəm, nə oyun qurmusan? mən heç bir oyun qurmamışam. Tək istəyim səni geri qaytarmaqdır. İstəyirsən deyim sənə niyə gəlmisən bura? Hı? Sən bilirsən ki, biz ayrılırıq. Sən də bunu qəbul edə bilmirsən. Çünki bilirsən ki, mən Nigarı sevirəm. Tural, mən səni çox sevirəm. Hələ də sevirəm. Və ona görə buradayam. Sənin yanında olmaq istəyirəm. Sevmək? Sən mənə heç vaxt sevməmsən. Səndən mənə yeganə qalan xatirə o da xəyanətindir. Vəssalam. Bəsdir də Tural, hər dəfə eyni sözü deyirsən. Bəsdir də. İmkan ver özümü bağışlatdırım. İmkan ver səni geri qaytarım. Çox peşmanam Tural, çox peşmanam. Peşmansan? Hı? Peşmansan, başa düşdüm səni. Çıx həyatımdan. Çıx ged özünə başqa bir həyat qur. Kimdən istəyirsən, harada istəyirsən bir yerdə ol. Amma mənim yaxamdan əl çək. Sən də get xoşbəxt ol, qoy mən də xoşbəxt olum. Amma əl çək məndən. Mən səninlə yaşamaq istəyirəm Tural. Başqa heç kimi istəmirəm. Heç kim mənə maraqlı deyil. Səni istəyirəm, sənin yanında qalmaq. Nə olar Tural, keçmiş bir dənə xoşbəxt günlərimizi yadına sal. Gör bizim necə gözəl günlərimiz olub, necə xoşbəxt yaşamışıq. Fidan, başa düş. Mən səni istəmirəm. İstəmirəm. Əl çək mənim yaxamdan. Qoy rahat yaşayaq. Niyə məni məcbur edirsən ki, mən kobudluq eləyim? Tural, nə olur, yalvarıram. Son bir şans ver mənə, yalvarıram. Nigar? Görürəm, gecə vaxtı burada tək deyilsənmiş. Nigar xanım, xoş gəlmisiniz bizim kiçik məclisimizə. Şərab içirsiniz, sizin üçün də süzüm. Fidan, ağzına gələn danışma. Yox. Siz narahat olmayın. Əksinə, siz rahat olun. Nigar, Fidan sənədləri gətirmişdi qol çəkməyim üçün. Mən üzr istəyirəm sizdən. Mən xəbərsiz gəldim. Sizin məsələniz daha vacibdir. 2 nəfərlik məclisiniz. Görüşərik. Bir də üzr istəyirəm. Nigar. Nigar, bir dəqiqə. Nigar, xahiş edirəm. Nigar, xahiş edirəm. Çox xahiş edirəm. Sən olanları düzgün başa düşmədin. Narahat olma Turan. Mən hər şeyi düz gördüm, düzgün də başa düşdüm. Narahat olma. Nigar, çox xahiş edirəm. Vallahi sənədləri gətirmişdi imza atmağa Fidan. Olsun da lap yaxşı. Amma mən indi getməliyəm. Başa düşdün? Nigar, çox xahiş edirəm. Biz sənə danışmalıyıq. Xeyr Turan. Biz bunu sabah danışacağıq. Sən get məsələmizi həll elə. Belə görürəm yarım çıxalın işlərimiz var. Gecən xeyri. Nigar. Ay, bağışla. Gecəniz xeyri. Nigar. Niyə gəlmişdin bura? Ha? Nə idi sənin məqsədin? Neyniyordum ki mən? Səndən soruşuram, nə idi sənin məqsədin? Ha, sənədləri gətirmişəm də imzalanmağa. Sənədləri gətirmişdi.
Necə sənin sənətlərin? Buraya. Çıx buradan Mahir. Sənətləri istədin, çıx bayrağa. Çantanı da götür. Götür. Çıx bayrağa. Çıx bayrağa dedim sənə. Qızım, bir adam haqqında belə şey danışmaq üçün sənin güclü əsasların olmalıdır. O yerə göyə sığdırmadığın hakim bəy səndən başqa bir nəfərlə də görüşür. Təsəvvür eləyə bilirsən bunu? Mümkün deyil. Mən o adamın hər addımından xəbərdaram. O adam iş, ev, iş, başqa bir yerə getmir. Başqa yerə getməyə ehtiyac yoxdur ki, öz katibəsi ilə görüşür. Yox. Ola bilməz. Olub artıq. Olub. O qız heç nə bilmir axı. Götürüb onun ziyanına şəxsi katibəsi eləyir. Bütün sənət sünət işlərinin hamısını Rəşad görür. Fikirləşmirsən bəs bunları? Amma sən də artıq gözlərini aç. O hakim bəsin ikivizdə fırladır. Hətta deyərdim üçüvüzü. Sən də elə oturub ona inanırsan. Bilirsən, əslində bizim səndən bu mövzuda danışmağımız düzgün deyil. Amma sən nə deyirsən de. Mən hakimə sonacan güvənirəm, inanıram. Bizim münasibətimiz elə-belə münasibət deyil. Bizim münasibətimiz sən düşündüyün münasibətlərdən deyil. Biz ondan dostuq. Bizim bir-birimizə insan kimi ehtiyacımız var. Hakimi mən çox yaxşı tanıyıram. O belə şey heç bir vaxt mənə qarşı eləməz. Ana, sən gözlərini hakimə qarşı olan sevgin elə tutub ki, heç nə görmürsən. Bilmirəm nə deyim sənə. Sən hardan bilirsən bütün bunları? Sevil dedi. Sevil bilir. Hə, bilir. Bugün görüşmüşdü. Belə söhbət əsnasında açdı bütün bunlar hamısını dedi. Düzdür, mən özümdə çox pis oldum. Çalışdım ki, biruzə verməyim, hiss eləməsin içinə. Nə dərəcədə alınıb da onu da bilmirəm. Ana, nə olar, aç gözlərimi. Başa düşürəm, sən onu sevirsən, inanmaq istəmirsən bütün bu dediklərimə. Amma bil ki, həqiqətdir. O, sənin düşündüyün kimi bir adam deyil. Bəli, Fidan xanım. Bizə deyin ki, hər şey biz istədiyimiz kimi oldu. Nigar imkan verdi ki, rəsmən Turalın yanında bitib. Heç nə eləyə bilmədim.
Necə yəni Turanın yanında bitib? Nigar oradaydı ki? Hə, gəldi bütün planlarımı pozdu. Amma elə bil ki, biraz qısqandı. Yəni ona şərait yaratdım. Fidan xanım, deməli belə eləyirik. Bu boşanma qərarının ləğv olunması üçün ərizə verməlisiniz. Eşidirsiniz məni? Bu birinci bunu eləməlisiniz. Vaxt bu saat hava su kimi lazımdır. Vaxt uzatmaq olmaz. Düz deyirsiniz. Oldu, əlaqə sağlayarsınız. Sağ olun. Anar? Aysel xanım. Kimsən? Sən nə acaba bu vaxt evdəsən, ha? Səndən çıxmayan iş. Niyə bu vəziyyətdəsən? Aysel. Sən mənim xəyallarıma qarışa bilmərsən. Başa düşdün məni? Sən mənə elə demişdin, mən tək qalmayacağam. Aysel, mən səndən də qalmayacağam. Mən Nigarla olacağam. O şərəfsiz, əclaf buradan və həyatımızdan bir dəfəlik rədd olub gedəcəm və mən Nigarla olacağam. Bunları demək üçün gəlmişsən bura? Aysel, mən sənə yanıldığımı göstərəcəm. Tək sənə yox, hamımıza göstərəcəm. Bax, görərsən. Hamı görəcək ki, necə yanılırsınız. Amma Tural Nigar'a o qədər aşıqdır. O qədər sevir onu. Onlar bir-birini çox sevirlər, evlənəcəklər. Xoşbəxt olacaqlar. Sən onları ayıra bilməyəcəksən. Tural da Nigar'dan heç vaxt əl çəkməyəcək. Bunu başa düşdü. Nigar Turalın təklifini qəbul eləmədiyi kimi bir də dönüb onun üzünə belə baxmayacaq. Sən bilirsən, onlar evlənəcəklər, hə? Hə, Aysel? Evlənə bilməyəcəklər. İnan ki, evlənə bilməyəcəklər. Çünki Fidan Turaldan boşanmayacaq. Bax, görərsən. Sən içmisən, deyəsən dəli olmusan. Onlar boşanıblar. Dünən boşanıblar. Aysel, heç kimdən boşanmayıb. Bax, gəl mən sənə deyim. Fidan təzədən məhkəməyə ərizə verib. Sən yat, Aysel. Bax, ayaq üstə yat. Danışmısan Fidanla? Sənə nə, hə? Sənə nə? Aysel, mən sənə deyirəm ki, o qadın çox təhlükəlidir. O Turalan heç vaxt boşanmayacaq. Bax, mən Nigarı necə sevirəmsə, o da Turalı bax, o cür sevir. Boşanmayacaq. Bunu beynivə yerit. Sən içmisən, sən Nigarı sevmirsən. Nigar'a aşık değilsən. Yəni, sən dəli olmuşsan, sadəcə indi danışdığımı bilmirsən. Sən məni aldatdın.
Ben sana inandım. Sen beni aldattın. Asiye, sen beni aldattın. Sen beni öz gəncliyindən, öz gözəlliyindən məni aldattın. Cəlb elədin məni. Beynimi qarışdırdın. Yoxsa mən həmişə Nigarı sevirdim. Sən sevmirsən onu. Sevirəm. Sevmirsən. Asiye, sevirəm. Sən məni sevirsən. Sən məni sevirsən. Biz birbirimizi çox sevirik. Sən mənə aşıqsan. Asiye, sus. Amma Asiye. Anar. Bilirsən, sən Nigarla heç vaxt olmayacaqsan. Çünki Nigar səni bağışlamayacaq. Asiye, sus, bir kəlmə də danışma. Heç vaxt Asiye, bağışlamayacaq. sus deyirəm sənə. Bağışlamayacaq. Asiye. Çünki bağışlamaq üçün sevmək lazımdır. Hər səhvini qəbul eləmək lazımdır. Asiye, sus. Sevgi budur. Sevgi budur. Asiye, sus deyirəm. Mən düzün deyirəm. Sevgi bağışlamaqdır. Asiye, sus, danışma, bir kəlmə də danışma. Sən bilmirsən sevgi nədir? Sevgi, sevdiyin insanı hər cürünə qəbul eləməkdir. Hər cürünə. Hər cürünə. Asiye. Mən səni dəli kimi sevirəm. Nigar səni belə sevməyəcək. Sən gör hardasan? Mənim yanımdasan. Asiye. Asiye. Bax, ayaqların səni bura gətirdi. Sən, ürəyin səni bura gətirdi. Anar. Acı. Asiye, sus, danışma. Anar. Eşidirsən məni? Mən həmişə sənin yanındayım. Həmişə. Həmişə də səninlə. Gəl. Gəl. Sən çox içmisən. Gəl. Sakitləş. Gel. Hakim müəllim, istədiyiniz sənədləri Rəşad hazırlayıb. Hamısı buradadır. Çox Dedi ki, sağ olun. sizə çatdırım. Buyurun. Sağ olun, sağ olun. Sənətlər. Salam. Salam. Siz gidin. Nəsə lazım olsa deyin. Evet. Əyləş deyil. Bizi səhər tezdən səni burada görməyə çox narahat oldum. Nə oldu? Niyə? Mane oldum sənə? Mane olmadı, yox. Sadəcə biz səndən səhər-səhər mənim şirkətimdə heç vaxt görüşməmişik. Ona görə. Hər şey yaxşıdır. Bilmirəm. Baxır kimin üçün. Ha. Bəlkə qıza deyim çay, kofe gətirsin. Ondan heç nə lazım deyil. Eşidirəm səni. Hakim. Mən
Mən səndən neçə illərimi keçirtmişəm. Bütün arzularımı, ümidlərimi sənə bağlamışam. Amma belə görürəm ki, səhv eləmişəm. Haqlı olmamışam. İndi də gəlmişəm səhvimi düzəltməyə. Aydın məsələdir. Deməli, səhvlərini düzəltmək istəyirsən, ona görə özündən 5 yaş cavan olanla eşq yaşayırsan, hə? Mən? Yoxsa sən? Məncə, belə şeyləri sən daha yaxşı bacarırsan. Buna sözünü mənə deyirsən. Bəs o nə sözü sən mənə deyirsən? Ayıb deyil. Kimə ayıb olmalıdır bu vəziyyətdə? Mənə yoxsa sənə? İndi belə danışırsan, məndən belə danışırsan, hakim. Düz eləyirsən. Düz eləyirsən, hakim. Mən elə bu da aslı.